Çalışdığım mətnlərin izahına baxaq. Birinci sualda mətndən bu qənaətə gəlmək olmaz soruşur. Yəni mətni oxuyacağıq və bu qənaətə gəlmək olmazı sıralanmış cümlələrdən tapacağıq. Mətndə deyir: məndən tez-tez soruşurdular. Unudulmuş musiqi alətlərini yenidən yaratmaqda məqsədi nədir? Desəm ki, bu işə başlayanda pul qazanmaq istəmişəm, gülün çıxar. Azərbaycan musiqi mədəniyyəti zənginləşdirmək istədiyimi iddia etsəm, səmimilikdən uzaq olaram. Mən sadəcə olaraq bu alətləri olduğu kimi görmək, onları səsləndirmək istəmişəm. Bir sözlə işə başlayanda məqsəd yox, maraq var idi. Mənə elə gəlir ki, alpinist yalnız zirvəni fəth etdiyi an xoşbəxt olur. Mən də alətin son simini bağlayıb, onda ilk notları səsləndirəndə sanki qanad açıb uçmaq istəyirdim. Sonra içimdə bir boşluq yaranırdı. Yalnız növbəti alətin yaradılmasına başlayanda bu boşluğu doldururdum. Birinci cümlədə görək mətndə bu qənaətə gəlmək olmaz fikri doğrudur yoxsa səhvdir? Baxaq. Deməli, müəllif ona verilən sualı konkret və səmimi cavab verməkdə çətinlik çəkir. Bax, bu doğrudur. Mən bunu götürə bilmərəm. Nəyə görə? Ona görə ki, baxın, elə sual veriləndə ki, unudulmuş musiqi alətini yenidən yaratmaq məqsədin nədir? Desəm ki, bu işə başlayanda pul qazanmaq istəmişəm, gülün çıxar. Bax, artıq deməli, tərəddüdlü fikir var da, yəni konkret, səmimi bir konkret fikir yoxdur. Ona görə mən biri götürə bilmərəm. Biri silirəm. 2-yə baxıram. Müəllif Azərbaycan musiqi mədəniyyətinə töhfə verdiyi üçün məmnundur. Baxın, töhfə verdiyi üçün məmnundur. Azərbaycan musiqi mədəniyyətinə nə töhfə vermişdir? Xeyr, sadəcə bu, belə deyək, o fikirləşirdi ki, Azərbaycan musiqi mədəniyyətini zənginləşdirmək istədiyimi deyir. İddia etsəm, səmimilikdən uzaq olar. Yəni ki, bu musiqi mədəniyyətinə də çalışmırdı. Əslində, yəni qənaətə gəlmək olmaz desə, yəni bu musiqi mədəniyyəti üçün çalışmırdı. Onun məqsədi nə idi? Yəni bu işdən belə deyək, hobbi kimi yəni hobbi kimi deməli ondan həvəs alırdı. Yəni onu belə deyək, rahatlaşdırırdı. Bir asudə vaxtını daha təkmilləşmiş formada keçirmək üçün kömək edirdi. 2-də nə soruşur? Deyir, müəllif Azərbaycan musiqi mədəniyyəti töhfə verdiyi üçün məmnundur. Axı bu töhfə vermək üçün çalışmırdı. Yəni bu qənaətə mən necə gələ bilərəm ki? Elə doğru fikrin biri 2-dir. 3-ə baxıram. Alpinist yalnız zirvəni fəth etdikləri zaman xoşbəxt olduğunu etiraf edirlər. Burada ümumiyyətlə alpinistlərdən, yəni alpinist olaraq kimdənsə söhbət getmir. Sadəcə, yəni bu obraz alpinistlərlə müqayisə edir. Bax, deyir, mənə elə gəlir ki, yəni bu istinad eləyir də. Yəni belə deyək, alpinistlərlə özünü müqayisə eləyir, belə deyək, loru dildə. Alpinistlər yalnız zirvəni fəth etdiyi an xoşbəxt olurlar. Mən də yəni ki, nə isə hazırlayıb bütöv görəndə, yeni bir işə başlayanda onda xoşbəxt hiss edirəm özümü. Bax, o qənaətə gəlmək olur. Amma sırf alpinistlər yalnız zirvəni fəth etdikləri zaman xoşbəxt olduqlar, bunu mən dəqiq deyə bilmərəm. Yəni, bunu demək mümkün deyil. Yəni, bu doğru fikir deyil. 3-ü də götürürəm. 4-ə baxıram. Yaradıcı adamlar işə başlayanda qarşılarına məqsəd qoya bilərlər. Bəli, bu doğrudur. Nəyə görə? Çünki, deməli, nə deyir birinci cümlə? Unudulmuş musiqi alətlərini yenidən yaratmaqda məqsədin nə idi? Bax, hər hansı bir məqsədi var imiş və onun da üzərində çalışırdı. Və sonda nə dedi? Sonda da dedi ki, mən də alətin son simini bağlayıb, onda ilk notları səsləndirən sanki qanad açıb uçmaq istəyirdim. Yəni, bu artıq məqsədinə nail olduğunu göstərir. Yəni, burada söhbət həqiqətən də məqsəddən gedir. Ona görə 4 doğrudur. 5-ə baxıram. 5-də müəllif deməli, 5-də müəllif pul qazanmaq üçün fəaliyyət göstərən həmkarlarına rışxəndlə yanaşır. Ümumiyyətlə, belə bir cümlə, belə bir ifadə yoxdur, pul qazanmaq. Sadəcə ona verilən sualı cavablandırır ki, desəm ki, bu işə başlayanda pul qazanmaq istəmişəm, gülün çıxar. Yəni, mənim məqsədim, söhbət özündən gedir təbii ki, mənim məqsədim pul qazanmaq deyildi. Yəni, o qənaətə gəlir. Ümumiyyətlə, pul qazananlara rışxənd etmək belə bir ifadə təbii ki, doğru deyil. Deməli, 5-də səhvdir. Qənaətə gəlmək olmaz fikirlər hansı olur? 2, 3, 5, bu da D variantına uyğun gəlmiş olur. Keçək növbəti ikinci mətnə. İkinci mətndə soruşur ki, mətnin ideyası
Mətnin ideyasına uyğun fikirləri müəyyən edin. İdeyasına uyğun fikirləri seçəcəyik. Mətni oxuyuruq, rəvayət olunur ki, İbn Sina bir gün dəmirçi dükanına gəlir. Ardınca da qapını bir uşaq açır və içəri daxil olur. Dəmirçidən köz istəyir. Usta deyir ki, bala, get evdən qab gətir. Közü qaba qoyum, sonra apar. Uşaq tez əyilib yerdən bir ovuc torpaq götürür və deyir, közü buraya qoy. İbn Sina uşağın dərakəsinə heyran qalır. Sonra uşağın valideynləri ilə görüşür. Razılıq alıb onu özünə şagird götürür. Həmin uşaq sonralar bütün dünyada məşhurlaşan Bəhmənyar olub. Baxın, bizim ideyası, yəni mətnin ideyasına uyğun gələn fikirləri soruşur. Və bir də nədir? Bacarıq ağılın nişanəsidir. Mən bunu götürə bilərəm. Təbii ki, bacarıqdan söhbət gedir. Hər uşaqmı bu hərəkət edərdi? Yox. Yəni, bacarıqlı, beyni, belə deyək, fəaliyyətdə, məntiqi təfəkkürü inkişaf edən uşağın, belə deyək, ən çox, yəni bacarığından irəli gələr ki, o həqiqətən də çıxış yolunu alternativ olaraq o dəqiqə yol göstərsin də, yəni belə. Ona görə bacarıqlı uşağın nişanəsi, hə, bax bunu deyə bilərəm. Yəni ideya olaraq biri götürə bilərəm. 2-yə baxıram, ağıllı şəraitə tabe olmur, onu idarə edir. Məhz doğru fikirlərin biri də 2-dir. Niyə müəllim? Ona görə ki, baxın, buna vaxt lazım olmadı da. Şagird, uşaq, belə deyək, o dəqiqə alternativ şəraitə uyğun, o dəqiqə onun reaksiya verdi və reaksiyası da tamamilə düppədüz bir reaksiya idi. Yəni sonradan nəsə düşünsün, neynəsin, yox. Yəni ağıllı şəraitə tabe oldu və onu idarə etdi. Həmin şəraitə uyğun da neynədi? Demək, çıxış yolunu tapdı. Elə doğru variant 1-2-dir. İndi baxaq hansı ki, deməli 3-ə 4-ə ağıllı baş verən hər şeydə mənfəət götürər. Ümumiyyətlə belə bir şey yoxdur. Mənfəət götürməkdən söhbət getmir. Yəni uşağın burada nə mənfəətdən söhbət gedə bilər. Sadəcə o dərakəsini, ideyasını ortalığa qoydu və onun qarşısındakı onun dərakəsinə qiymət verdi və onu belə deyək, yüksəltdi də, belə deyək, yüksəltdi. Deməli 3 yanlışdır. 4-ə baxıram, qüvvə hər şeyi, ağıl qüvvəni sındırar. Burada ümumiyyətlə belə bir şey yoxdur da. Yəni qüvvə ağıldan güclüdür, ağıl qüvvədən güclüdür, yox. Sadəcə şəraitə uyğun bacarığını uşaq ortaya qoydu və bunun da deməli vaxtında bacarığını göstərməsi onun üçün, təbii ki, bir həyatı üçün faydalı bir həyat qurması üçün bir şərait yaratmış oldu. Doğru variant 1 ilə 2 Y variantı olmuş oldu. 3-ə baxaq. 3-də nə soruşur bizdən? Mətndə hansı fikirləri təsdiqləyən məqamlar var? Baxın, təsdiqləyən məqamlar var. Mətni oxuyuruq. Rus generalı Suxtelyan Şeyx Səfi kitabxanasının Rusiyaya köçürülməsi barədə tapşırıq aldı. O, kitabxanadakı din xadimlərini məqbərədə toplayaraq dedi. Rusiyacarı öz yeni təbbələri, onların dili və mədəniyyəti ilə yaxından tanış olmaq istəyir. Bu məqsədlə bu əlyazmalar Peterburqa aparılası, orada rus dilinə tərcümə olunasıdır. Bundan sonra bütün kitablar geriyə Ərdəbilə qaytarılacaq. O, Şeyx Səfinin məzarı üstündə 800 qızıl onluq qoydu. Ruhanilər başa düşdülər ki, kitablar Rusiyaya aparılsa, bir daha geri qaytarılmayacaq. Lakin onlar kitabxananın daşınmasına icazə verdilər. Beləliklə Azərbaycanın bu nadir inciləri Rusiyaya, oradan da dünyanın bir çox muzey və kitabxanalarına səpələndi. İndi baxaq nə deyir? Hansı fikirlər təsdiqləyən məqamlar var? Yəni mən o fikrə təsdiqini tapmış fikir deyəcəyəm. Baxıram birinci cümləmə. Birinci cümlədə nə soruşur bizdən? Deyir ki, yalancı tamahkarı aldadır. Bəli, doğrudur. Nəyə görə yalancı tamahkar? Yəni mən bu təsdiqləyən cümləni necə tapa bilərəm? Baxın, yalancı tamahkar. O Şeyx Səfi məzarının üstündə 800 qızıl onluq qoydu. Ruhanilər də başa düşdülər ki, kitablar Rusiyaya aparılsa bir daha geri qaytarılmayacaq. Lakin onlar kitabxananın daşınmasına icazə verdilər. Baxın, niyə icazə verdilər? Ona görə ki, icazə verdilər. Ortalıqda nə var idi? Məbləğ var idi. Yəni ki, yalandan da olmuş olsa, onlar öz tamahlarına aldandılar. Deməli, birinci şərt, baxın, birinci şərt doğrudur. Yalançı tamahkarı aldatdı. Yəni, yalandan da olmuş olsa, yəni onlar bilirdilər ki,
düz yolda deyirlər, amma onların pul, yəni təklif edilməsi, maddiyyat təklif edilməsi onların bu səhv işi bir vasitəsi oldu. Deməli, bir doğrudur. 2-yə baxıram. 2-də soruşur ki, şərafətli elm heç bir millətin malı deyil, kim ona yiyələnsə onundur. Ümumiyyətlə, belə fikir, şərafətli elm bu orada yiyələnmə söhbətindən getmir. Yəni ki, necə yiyələnmə? Şərafətli elm heç bir millətin malı deyil, onu kim ona yiyələnsə onundur. Belə bir şey yoxdur. Yəni, söhbət deməli, belə bir macərada getmir. Ona görə 2-ni götürmürəm ümumiyyətlə. 3-ə baxıram, hər millətin tərəqqisi və fəaliyyətin başlıca amili elm və əxlaqdır. Bu cümləni mən işlədə bilmərəm bu mətnə. Nəyə görə? Hər bir millətin tərəqqisi, fəaliyyətin başlıca amili elm və əxlaq olsaydı, hər millət belə bir işi tutmazdı. Baxın, burada söhbət mənfi xarakteri xüsusiyyətlərdən gedir ki, başqa millətin mədəniyyətinə göz dikəsən və onu maddiyyatla alıb öz mənafiyin üçün istifadə eləyəsən. Yəni, 3 heç cür doğru ola bilməz. 4-ə baxıram, ruslarla bağlanan müqavilə suya yazılan yazı kimidir. Məhz bu doğrudur. Nəyə görə? Çünki Rus generalı neynədir? Rusiya köçürülməsi barədə tapşırıq aldı və bu da neynədir? Tapşırıq alır, amma nə məqsədlə istifadə eləyir? Onu doğru öz mənafi üçün istifadə eləyir. Doğrudur. Yəni ki, mən bunu belə deyək, müqaviləni imzalayan tərəfin öz haqq hüququnu bilməməsindən irəli gəlir və yaxud da ki, öz mənafi naminə deməli, yerinə yetirdiyi, yəni göz önünə gəlir. Ona görə mən 4-ü götürürəm. Çünki təsdiqləyən məqamlardan biri də məhz 4-dür ki, ruslarla bağlanan müqavilə suya yazılan yazı kimidir ki, öz mənafeyləri üçün istifadə etdilər. Nəinki bir Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin daimi qorunması naminə. Yəni, öz mənafi üçün istifadə etdilər. Bu da 4-ə uyğun gəlmiş olur. Doğru variant 1-4, C variantına uyğun gəlmiş olur. Güman edirəm, aydın oldu. Baxırıq 4-cü mətnə. 4-cü mətndə soruşur, aşağıdakı cümlələr hansı ardıcıllıqla verilsə, rabitəli mətn alınar. Cümlələri oxuyuram. Böyük Vətən müharibəsi zamanı Sankt-Peterburq şəhəri uzun müddət faşistlərin mühasirəsində qalmışdı. 2-yə baxıram, eksponatlar arasında ən təsirlisi Galina Qonayeva adlı bir qadının Sankt-Peterburq şəhərində gətirdiyi blokada çörəyi idi. 3-ə baxıram, televiziyada muzey ilə bağlı sujet verildikdə az sonra o Ağdama gələrək onu muzeyə təqdim etmişdi. 4-ə baxıram, o zaman şəhər əhalisinə adam başı gündəlik çörək norması olaraq 125 qramlıq qara çörək verilirdi. 5-ə baxıram, Konayeva həmin günlərin yadigarı olaraq bir çörək tikəsinə saxlamışdı. 6-ya baxıram, Ağdam Çörək Muzeyində nümayiş olunan eksponatların bir hissəsi bura ziyarətə gələn əcnəbi qonaqlara bağışlanmışdı. Baxın, ardıcıllıq seçməliyəm bu cümlələrdə və cümləmin, mətnimin belə deyək, hansı yönümdə başlamasını özüm təyin eləyə bilərəm bu mətnlərlə, istiqamətlə. Baxın, nədən başlayaram? İlk əvvəl məlumat verməklə. Bəli, ümumi məlumat verməklə. Elə başlayıram 6-dan. Niyə müəllim 6-dan? Baxırıq indi. Ağdam Çörək Muzeyində nümayiş olunan eksponatların bir hissəsi buranı ziyarətə gələn əcnəbi qonaqlar bağışlamışdılar. Baxın, söhbət buradan gedir. Məlumatı mən ilk əvvəl yer məkan haqqında verdim. Bax, birinci hissəm budur. Sonra nə olar? Eksponatlar arasında, bax, qonaqlardan sonra nədən gedir söhbət? Eksponatlar arasında ən təsirlisi Galina Konayeva adlı bir qadının Sankt-Peterburq şəhərinə gətirdiyi blokada çörəyi idi. Bax, 2-ni də bunu götürürəm. Niyə? Çünki mən əlaqələndirdim. 2 ilə əlaqələndirdim. Sonra nə danışıram? Bax, Sankt-Peterburq şəhərinə gətirdiyi blokada çörəyi idi. Düzdür? Sonra baxıram, Böyük Vətən müharibəsi zamanı Sankt-Peterburq şəhəri uzun müddət faşistlərin mühasirəsində qalmışdı. 1-i götürürəm, 3 isə 1-i götürürəm. Aha, bu 2 idi. Sonra nəyə baxıram və görürəm ki, nəyi götürə bilərəm?
O zaman şəhər əhalisinə adambaşı, bax faşistlərdən uzun müddətdən getdi söhbət. Sonra deyirəm ki, o zaman şəhər əhalisinə adambaşı gündəlik çörək norması olaraq 125 qramlıq qara çörək verilirdi. 4-ü götürürəm. Deməli 3 və 4. 3 deməli, 4. Sonra nəyə götürə bilərəm? Sonra götürürəm Konayevə həmin günlərin yadigarı olaraq bir çörək tikəsini saxlamışdı. Baxın, bu qramlıq çörəkdən sonra bir tikə qramlıq çörəyi saxlamışdı deyir. Yəni 4 və sonra 5-i götürürəm. Bax, əlaqələndirmə var cümlələr arasındakı sözlər arasında. Aha, sonra ən sonda isə nəyə götürə bilərəm? 3 qalıb bir dənə. Televiziyada muzey ilə bağlı sujet verildikdə az sonra o Ağdamda gələrək onu muzeyə təqdim etmişdir və ən sonda da 3-ü götürmüş oluram. Deməli nə oldu? Birinci mən 6-nı götürdüm. 6 olan variant elə A ilə B-dir. 6-nı götürdüm. Sonra nəyə götürdüm? 2. 2-ni götürdüm. Baxın. Bax, bunlar gedir hələ ki. 3-ə nəyə götürdüm? 3-cüyə mən götürdüm 1-i. 1-i götürdüm. Burada 3 yazmışam. Əslində bura ən sonuncu olmalı idi. 5, 6 olmalı idi. Üzr istəyirəm. 3-ə götürdüm 1-i. Deməli, elə doğru variantın B çıxır. 1-i götürdüm. Çünki burada 4-ün başlayır. Burada isə 1-dir. Mənə də 1 lazımdır. Ona görə də B variantıdır. Ən doğru variant. Güman eləyirəm aydın oldu. Sadəcə burada sözlər arasında bağlılığa, ardıcıllığa fikir verməliyəm ki, rabitəli bir mətin qurmuş olum. Yəni, mənim də sualımın məqsədi budur ki, mən mətinlərin verilmiş hissələrini abzaslara və yaxud da cümlənin məğzinə uyğun qurmalıyam. Gəldik növbəti 5-ci suala. 5-ci mətndə nə soruşur? Mətnə uyğunluğu, mətinə görə uyğunluğu müəyyən edin. Avropalılar kartofla daha əvvəllər tanış olsalar da ona şübhə ilə yanaşırdılar. Hətta bəzi katoliklər müqəddəs kitabda kartofdan bəhs edilmədiyi üçün onu şeytan alması adlandırmış və ondan imtina etmişdilər. Kartofu Fransada tanıdan 7-lik müharibə zamanı əsir düşmüş bir əczaçı olmuşdur. Belə ki, o acılıqdan ölməmək üçün kartof yeməklə həyatda qalmağı bacarmışdır. Əsirlikdən qurtardıqdan sonra Fransada kartofun tanıdılmasına çalışmışdır. Pomidor Kristofer Kolumbun Amerikanı kəşf edilməsindən sonra gəmilərlə Avropaya gətirilir. 1500-cü illərin ortalarına qədər zəhərli bitki sayılıb. Sonralar onu zəhərsiz olduğu aşkar edilərək yeyilməyə başlanıb. Onu əsasən qızardaraq və qaynadaraq yeyirdilər. Pomidorun çiğ şəkildə istifadə edilməsi bir aşbazın salatlarda istifadəsindən sonra başlanılıb. Birinci hissədə bax 3 dənə sual verilib və 3 sualı variantlara uyğunlaşdıracağam. Birincidə nədir? Mətndə haqqında danışılan məhsulların yalnız birinə aiddir. Baxın, yalnız birinə aid olan fikri götürəcəm. Baxıram ki, enerji dəyəri yüksək olan qida məhsuludur. Bax, bu A olan enerji dəyəri yüksək olan qida məhsuludur. Mən nə o haqda dəqiq bir cümlə görmədim. Nə kartofa aid olanda, nə də pomidora aid olanda. Düzdür, gördüm ki, yəni yanıla bilərik nə də. Deyir ki, kartofda baxırsınız da, o belə ki, deyir, kartof Fransaya tanıdan 7-lik müharibə zamanı əsir düşmüş bir əczaçı olmuşdur və deyir, belə ki, o acılıqdan ölməmək üçün kartof yeməklə həyatda qalmağı bacarmışdır. Yəni, söhbət o əczaçıdan gedir. Mən düşünə bilərəm ki, burada kalori yüksəkdir ki, onu ölümdən xilas eləyib. Amma dəqiq fakt olaraq belə bir cümlə verilməyib. Ona görə mən A-nı götürmürəm. B-yə baxıram, həm çiğ, həm də bişmiş halda istifadə edilmişdir. Həm çiğ, həm də bişmiş halda istifadə edilən hansıydı? Deməli, çiğ və bişmiş halda, baxın, pomidor idi. Deməli, yalnız birinə aid olan, deməli, mən B-ni götürə bilərəm. 1-ə B-ni götürdüm. Çünki B-də kartof haqqında belə bir fikir yox idi. Sadəcə acılıqdan kartofu yemişdi. Amma çiğ və bişmiş halda istifadə edilməsi pomidora aid idi. Ona görə də 1-ə mən B-ni götürürəm. C-yə baxıram. C-də Avropaya sonradan gətirilən bir qida növü idi. Baxın, Avropaya sonradan gətirilən bir qida növü hansı idi? Pomidora yenə aid idi. Düzdür? Kartofda belə bir şey yox idi. Sadəcə Fransadan söhbət gedirdi. Deməli, yalnız birinə aid olan fikir C-ni də götürürəm. Deməli, 1-ə C-ni də götürürəm.
Sonra D-yə baxıram. D-də nədir? Haram hesab olunduğu üçün istifadə etməyiblər. Hə, hansına aid idi? Kartofa aid idi. Yəni biri aid idi. Pomidorda belə bir şey yox idi. Yəni kartofu deyir ki, nə idi? Hətta bəzi katoliklər müqəddəs kitabda kartofdan bəhs edilmədiyi üçün onu şeytan alması adlandırmışdılar və ondan imtina etmişdilər. Yəni haram hesab edirdilər də, düzdür? Deməli, mən 1-ə həm də D-ni götürürəm. Aha. Sonra baxıram Y variantına. Müharibə dövründə əhalinin aclıqdan xilas etmişdi. Baxın, burada müharibə dövründə əhalinin aclıqdan əhali sözü yox idi. Yəni baxın, burada sadəcə əczaçıdan gedirdi kartofdan, sizi yanıltmasın. Yəni mən Y-ni, Y variantına birinci şərtə uyğun götürə bilmirəm. Ona görə götürə bilmirəm ki, bunu mən yəni belə deyək, birinə aid eləyə bilərdim, amma bu da aid olmur da. Yəni müharibə dövründə əhali aclıqdan xilas etməmişdi. Sadəcə bir insanı xilas etməsi o demək deyil ki, əhalini xilas edib. Ona görə Y variantını götürmürəm. Hələ ki birinci şərti axtarıram ha, baxın. Sonra F-ə baxıram, müəyyən dövrlərdə istifadəsindən ehtiyat edilmişdir. Deməli, bu müəyyən dövrdə istifadə edilməsindən ehtiyat edilmişdir. Baxın, bu hər ikisinə aid idi. Nəyə görə? Çünki baxın, zəhərli olduğu üçün pomidoru istifadə etməmişdilər və şeytan alması kimi hesab etdikləri də, yəni müəyyən müddətdə kartofdan istifadə etməmişdilər. Deməli, bu əslində hər ikisinə uyğun olan fikrə 2-yə getməlidir. Müəyyən F variantı. Hə, çünki deyir ki, hər ikisinə aid olmayan şeytan alması kimi kartofdan istifadə etməmişlər ilk əvvəl, zəhərli olduğu üçün saydıqları pomidordan istifadə etməmişlər. Deməli, hər ikisinə uyğun gələn F variantı uyğun gəlir. Bəs baxaq görək, deməli, mətndə haqqında danışılan məhsulların heç birinə aid olmayan fikirlər nə idi? Heç birinə aid olmayan enerji dəyəri yüksək olan qida məhsulu A-nı götürə bilərəm. Çünki konkret olaraq belə bir fikir verilməyib, düzdür? Yəni, nə mən kartofa aid olan fikirdə, həm nə də pomidora aid olan xüsusiyyətdə mən belə bir dəqiq fakt görə bilmirəm. Doğru, 3-ə də götürürəm, A-nı götürürəm. Aha, yerdə qaldı nə? Bir dənə seçmədiyim F variantı qaldı. Müharibə dövründə əhali aclıqdan xilas etmişdir. Təbii ki, belə bir fikir də yox idi dəqiq. Çünki əhalidən söhbət gedə bilməz. Burada əhali haqqında danışılmır. Danışılan hansı ki, kartofda deyirdi ki, kartofa Fransada tanınan 7 illik müharibə zamanı əsir düşmüş bir əczaçı olmuşdur. Yəni ki, o əczaçı olmuşdur. O da ki, acılıqdan ölməmək üçün ondan istifadə etmişdir və təbii ki, onu da yəni ölməkdən xilas etmişdir. Bax, belə bir fikir var idi. Bu isə heç birinə aid olmayan fikir idi, E variantı. Müharibə dövründən də söhbət getmirdi. Aha, deməli, doğru variant nə oldu? 1-ə B, C, D, B, C, D, yəni burada A-lardır, B, C, D, aha, B, C, deməli B variantı uyğun gəlmiş olur. B variantı ən doğru variant hesab olunur. Çünki təhlil eləyəndə də görürük ki, hər ikisinə uyğun gələn, birinə uyğun gələn və yaxud heç birinə uyğun gəlməyən variantlar yalnız B variantına uyğun gəlmiş olur. Güman eləyirəm aydın oldu. Bura qədər minnətdaram.